Vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Bugün F hərfindən danışacağıq 5 yaşlı dostlarımız üçün. Yanaşı olaraq da sonda 5 yaşlılar üçün öz məsləhətlərimi verəcəm, amma sonda. Başlayaq. Hecaları oxuyun. Dərsimiz F hərfidir. F hərfini uşaqlara öyrətmək istəyiriksə, F səsini uşaqlara öyrətmək istəyiriksə, uşaqlar F səsini eşitməlidir. F. Hansı sözlərdə F-ni eşidirik? F, fa, fə, fi, f, af, əf, if, ıf düzgün şəkildə tələffüz. Bu çox önəmlidir. Və belə deyək, hecaları öyrətmədən uşaqlara sözləri oxutmağa çalışmayın. Qəti şəkildə bu zaman uşaq oxuduğunu anlamaqda çətinlik çəkir. Sözləri yığa bilmir. Böyük sözləri oxumaqda çətinlik çəkir. İlk öncə hərf, sonra heca, sonra söz birləşdiririk. Bəli, asandan çətinə doğru gedirik. Birdən-birə asandan çətinə getmək olmaz. Bu çox asandır. Nə var bu sözü oxumağa deyib üstündən keçməyin. Unutmayın ki, qarşınızdakı 5 illik həyat təcrübəsi olan balaca bir uşaqdır. O ilk dəfə oxumağı bacarır, o ilk dəfə nəyisə öyrənir və çalışın ki, səbirli olun, diqqətli olun. Onu oxumaqdan da belə soyutmaq olmaz. Oxumağı çətin bir iş kimi də göstərmək olmaz. Yəni, çalışaq, maksimum şəkildə səbirli olaq və öyrətməyə çalışaq. Baxın, bir daha oxuyuruq. Birlikdə oxuyaq. Gəlin, oxuyaq, dostlar. F, A. Nə oldu? Fa. F, Ə. Fə. F, İ. Fi. F, I. F. A, F. Af. Ə, F. Əf. İ, F. İf. I, F. If. Davam edirik. Yalnız F hərfinin kiçik qarşılığını tapın. Burada əsas, yəni şagirdlərdən istənilən budur ki, uşaqlar T və F hərflərini qarışdıra bilərlər. Yəni bunu qarışdırmaqlar da normaldır. Baxın, T. T-ni seçmirəm. F. Bizə F lazımdır. T seçmirəm. T seçmirəm. F. F. T. F. F. Davam edək. Hansı şəklin adı F səsi ilə başlayır? Fırça, qəfəs, fil. Fırça. F-ni eşidirik. Fırça. Tələffüz edin. Qəfəs. F-ni eşidirəm, amma ortada. Fil. Fil. F. Fil. Bəli, F-ni eşidirik. Davam edək. Zürafə. Ortada eşidirik. Zürafə. Fındıq. Baxın, ilk öncə F-ni deyirəm. Fındıq. Yaza da bilərik. Göz yaddaşını yadımızda saxlayaq. Baxın, fındıq. Bəli. Dəftər. Dəftər. Bunu görürsünüz? Ortada da seçmirik. Zürafə. F. Fırça. F. Qəfəs. F. Ortada gəlir, görürsünüz? Fil. F. Əvvəldə gəlir. Davam edək. Deməli. Keçək bu hissədəki tapşırıqları yerinə yetirək sonra. Oxuyun. Oxuyaq. Bir dəqiqə. F. F. A. Fa. F. A. L. Fal. F. F. İ. Fi. F. İ. T. Fit. F. F. İ. Fi. F. İ. L. Fil. S. S. A. Sa. S. A. F. Saf. Davam edək. Şəkillərə aid olan sözün ilk hərfini boş xanada yazın. Təbii ki, burada uşaq əşyaların adlarını bilməlidir. Bizim əsas çətinliyimiz nədir? Uşaqlar sözləri öz dilimizdə deməkdə çətinlik çəkirlər. Deyirəm, bu bizim dildə fənərdir. Deyirlər, müəllimə, bəs bizim dilimizdə necədir? Yəni, çalışaq uşaqlarla öz doğma dilimizdə ünsiyyət quraq, doğma, necə deyək, verilişlərə baxmağa cəlb eləyək və yaxud özünüz oyunlar qura bilərsiniz. Uşaqlarınızla çalışın, çox ünsiyyət qurun. Fənər. F. Toyuq. T. Tülkü. T. Fen. F.
Davam edək. Hərflərdən sözlər düzəldib oxuyun. Hərflər təbii ki, yazmalıyıq. Gəlin uyğun hərfləri yerlərinə yazaq. L, Ə, başqa rəng götürək. L, Ə, baxın, T, İ, F, Ə, lətifə. Davam edək. S, bənövşəyi rəng götürdüm. Yaşıl rəng A, F, saf. Davam edək. Ş, sonra Ə, F, A, şəffaf. Davam edək dostlar. F, Ə, S, İ, L, fəsil. F, A, S, İ, L, Ə, nə oldu? Fasilə. Hecaya bilək. Fasilə. Şəffa. Lətifə. Fəsil. Davam edək. Deməli, F, İ, L. Nə oldu? Fil. Belə dostlar, videomuz çox uzun, yorucu olmasın deyə davam edəcəyik, amma ikinci hissədən. Və sonda öz qeydlərimi deyim. Deməli, uşaqların dünya görüşünü, danışma bacarığını inkişaf etdirmək üçün gələcəkdə uğur qazanmasını istəyiriksə, əgər 5 yaşda, burada ən önəmli nəyi uşağa qeyd etməli? Uşaq səs anlayışını başa düşməlidir. O səsi eşitdiyini anlamalıdır. Bax, F-ni eşidib, o F-nın yerini müəyyən etməyi bacarmalıdır. Təbii ki, baxın, mən burada bir neçə üsuldan istifadə etdim. Həm yazdım, həm göstərdim, həm oxudum. Bunları da siz özünüz öz övladınızla birlikdə edə bilərsiniz. Sonra maraqlı şəkillər götürə bilərsiniz, hər hansısa bir şəkil. O şəkil haqqında övladınız danışa bilər. Məsələn, qəşəng bir ailə şəklidir. Şəkil haqqında danışır, şəkildə gördükləri haqqında danışır, oradakı əşyaların adlarını çəkir, nə olduğunu, özündən kiçik bir mətn qurur. Baxın, uşaqların dünya görüşü, xəyal dünyası çox genişdir. Uşaq onu qurduqca düşünür, yaradır. Yəni, bizim əldə etmək istədiyimiz sadəcə hesablama, oxudu, yazdı, bundan iş bitmir axı. Müasir dünyada biz istəyirik ki, uşaqlarımız daha çox düşünsün. Belə deyək, gələcəkdə uğurlu bir vətəndaş olmağını istəyiriksə, ilk öncə şagirdlərdə düşünmə bacarığını inkişaf etdirməliyik. Ətrafındakılar haqqında danışma bacarığını. Məsələn, getdik bir yerə, bir ağaclıq, meşəlik. Bax, orada gördükləri haqqında ona suallar verin. Qoy sizin üçün danışsın. Gedə bilmirsinizmi? Qəşəng bir şəkil götürürük, maraqlı, çoxlu heyvanların olduğu. Qoy o heyvanlardan, oradan sizə bir nağıl qursun. Öz dünyasında bir nağıl qursun və sizə danışsın. Əmin olun ki, onlara suallar verdikcə onların cavabları sizin ürəyinizə çatacaq. Çünki onların xəyal dünyaları genişdir. Danışmırsa da tədricən o danışacaq 1-2 dəfə. Sonra artıq hissə-hissə başlayacaq öz fikirlərini ifadə etməyə. Və öz fikrini ifadə edən uşaq düzgün öyrənməyə də maraqlı olur. Və belə deyək, sizi yormur, özü öyrənir. Çünki maraqlıdır. O öyrəndiklərini tətbiq edə bilir və başqalarına göstərə bilir. Belə, növbəti video dərsimizdə də sizin üçün dəstək videolarını, yəni davam edəcək növbəti video dərslərimiz də olacaq. Sağ olun, görüşmək ümidi ilə hər birinizə uğurlar. Sizinlə mən idim, İncəgül İsmailova.